Salam. Bu videoda özüm tərtib etdiyim bir olimpiyada sualının həllini verəcəm. Hardasa birinci və ikinci tur tipli bir olimpiyada sualıdır. Məsələnin şərtini görürsünüz. Deməli, 1/71 kəsirini onluq kəsir şəklində yazdıqda vergüldən sonra 2032-ci rəqəmi tapın deyir. İndi 1/71'i biz bu şəkildə yazırıq, deyək ki, 0 tam, A1, A2 və s. A 2032, 2031, sonra A 2032, A 2033 və bu belə davam edir. Bu təbii ki, sonsuz dövrü onluq kəsirdir. İndi bizdən soruşulan nədir? Biz A 2032-ni tapacağıq. Və burada aydın məsələdir ki, buradakı A, N'lər, bunlar rəqəmlərdilər. 0-dan 9-a qədər. Onluq say sisteminin rəqəmləridir. İndi bu kəsirin hər iki tərəfini 10 üstündə 2031'e vuracağım. Niye 10 üstündə 2031'e vururam? Vergül hara düşür onda? Vergül düşəcək 2031, bu olacaq. Bu tam hissə olacaq kəsirin. Yeni kəsirin tam hissəsi olacaq. Və birinci rəqəmi bu yeni kəsirin, yəni 10 üstü 2031/71 kəsirinin birinci rəqəmi bizdən soruşulan olacaq. 2032 olacaq. Bu məqsədlə bunu etdik. 2033 və bu belə davam edir. Yeni kəsirdə artıq birinci rəqəmi tapmalıyıq. Bunun üçün təbii ki, burada tam və kəsir hissəni ayırmaq lazımdır. Onun üçün də 10 üstündə 2031'e modulo 71 baxmalıyıq. Bu nədir? Bunu 10 üstündə 70 yazaq. Üstündə 29 olacaq. Bu 2030 eləyir. Bir də 10'a vursaq 2031 eləyəcək. İndi Fermat'ın kiçik teoreminə görə 10 üstündə 70 bizə 1 verir. Mod 71. Bunu hardan yazırıq? Fermat'ın kiçik teoremindən. Fermat'ın kiçik teoremi. Bunu yazabilirik. O zaman bu olacaq 1 üstündə 29 vurursun 10. Bu da bizə 10 verəcək. Mod 71. Deməli biz həmin kəsiri tam və kəsir hissələrini ayırsaq, tam hissəsini ayırsaq, deməli böldük, qalıq 10 oldu. Bizə natamam qismət lazım deyil. Deməli nə olacaq onda? 10 üstündə 2031 bölünsün 71. Bu tam hissəsi nə idi bunun? Tam hissəsi A1, A2 və s. A 2031. Bu ədəddir. Və plus 71'də 10 olacaq. Qalıq 10 verdi. İndi onu biz 71'e böləcəyik. Birinci rəqəm lazımdır. Yeni kəsirdə birinci rəqəm. Bu bizə 100 yazırıq vergül. Bir dəfə 71, 29 da burada lazım deyil. Deməli nə oldu? Burada yeni kəsirdə oldu. Deməli A1, A2 və s. A 2031 və vergül artıq birinci rəqəm 1 gəlir gördüyünüz kimi. 1 və davam edir belə. Deməli 2032-ci rəqəm 1 imiş. Tapdıq. Cavab 1. Kongruyansları tətbiq elədik. Fermat'ın kiçik teoremini də tətbiq etdik və cavabı tapdıq. Növbəti videoda görüşərik. Sağ olun.